Salam, hər vaxtınız xeyir. Bu günlərim keçdiyimiz dərslərə aid bir neçə nümunə izah çəkəcəm. Deməli, bu gün nə idi? Kvadratlar cəmi və kvadratlar cəmi daha doğrusu. Kvadratlar cəminin dedik ki, iki açılışı var. Bərabərdir. Bir cəmi ilə olan düsturu A üstə gəl B-nin kvadratı. Kvadratı. Burada cəmdirsə, onda burada olacaq çıx 2AB. Bir də bunun ikinci düsturu dedik var. Bir də fərqlə olan. Tutaq ki, A çıx B-nin kvadratı üstə gəl. İndi burada çıxdırsa, burada üstə gəl olacaq 2AB. Bu düsturu yazdıq. Cəmdirsə fərq olacaq, fərqdirsə cəm olacaq. Bu iki düsturdur. Bu bizə misalın vəziyyətinə baxır da. Baxır hansı misallarda bizə lazım olacaq. Şərtə baxır. Tutaq ki, belə bir misal verim. Misal 1. Deyirəm ki, tutaq ki, A çıx B bərabərdir 5. A vur B bərabərdir, nə bilim 4 olarsa, A kvadratı üstə gəl, B kvadratını tap. Burada deyirsən ki, A çıx B var əlimdə, A, B var, A kvadrat üstə gəl, B kvadratını istəyir. Deyirsən, dayanırsan. Deyirsən, A kvadrat üstə gəl, B kvadratının iki açılışı var idi. Bir çıxma ilə olan, bir də cəmlə. Mən indi hansı lazım olacaq bu məsələyə görə? Çıxma ilə olan. Çünki əlimdə çıxması var da. Ona görə A kvadrat üstə gəl B kvadratının çıxma ilə olan düsturunu yazıram. Bərabərdir. A çıx B, hələ düsturu yazıram, heç nə eləmirəm. Kvadratı burada çıx olanda burada olacaq. Üstə gəl 2AB. Getdik. A çıx B-miz nədir? 5. 5-in kvadratını eləyəcək 25. Üstə gəl 2 vurulsun. AB-m nədir? 4. 2 vur 4. Bərabərdir. 25 üstə gəl 8. Deməli, A kvadrat üstə gəl B kvadrat bərabərdir 33-ə. Yaxşı, indi başqa düstur yazacağım. Yenə yazırıq A kvadratı üstə gəl B kvadratının açılışı kvadrat daha doğrusu. A üstə gəl B-nin kvadratı. Kvadrat burada yerləşmədi. Çıx 2AB. Bir də nədir? A çıx B-nin kvadratı üstə gəl 2AB. İndi getdik, yenə bir dənə də misal verəcəm. Tutaq ki, deyir, A kvadratı üstə gəl, B kvadratı bərabərdir 81 olarsa və deyir ki, tutaq ki, AB də bərabərdir 6 olarsa, tutaq ki, A üstə gəl, B-ni tap. Dayanırsan, deyirsən, AB var, A üstə gəl, B-ni istəyir. Aha, deyirsən, bunun A üstə gəl, B-ni olan düsturu var. Gəl, açaq. A üstə gəl B-nin kvadratı. Bax, bunu açıram mən elə. Çıx 2AB. Oldu, bax, düsturdur bu. Burada cəm olanda burada fərq olur. Bərabərdir nəyə? 81. Bu 81-nə işim yoxdur. Sol tərəfi açdım mən düstura görə. İndi A üstə gəl B verilməyib. A üstə gəl B-ni olduğu kimi saxlayıram. A üstə gəl B-nin kvadratı bərabərdir 81. Mənfi 2AB-ni sağ tərəfə göndərim. Olur, üstə gəl 2 A vur B. İndi burada olacaq. A üstə gəl B-nin kvadratı bərabərdir 81 üstə gəl 2 vur AB-miz də nədir? 12. 6. O da eləyəcək 81 üstə gəl 12. Əslində burada kökdən çıxan yəni kvadratı tapıla bilənə də olmalıdır. Çünki siz kök elə falan keçməmisiniz. Buna eyb yoxdur. Mən düzəltmişəm. Ona görə biraz belə natərəsi oldu. Əsas odur, yolunu biləsiniz. Yaxşı, sonra bir dənə belə bir misal verəm yenə. A üstə gəl B bərabərdir 6. A kvadratı üstə gəl B kvadratı bərabərdir 24. AB deyirəm sual. A vur B sual. Dayanırsan. Aha, cəm gördün və kvadratlar cəm gördün. Deyirsən, deməli, kvadratlar cəminin cəmlə olan düsturunu açacağım. A kvadratı üstə gəl B kvadratı, o ifadəni çəkirəm aşağı, bərabərdir 24. Deyirsən, bu cəmlə olanı indi açaq. A üstə gəl B. Niyə üstə gəllə açdım? Çünki əlimdə üstə gəl olan var. Çıxma ilə açsam mənə heç nə verməyəcək. 2AB bərabərdir 24-nə işim yoxdur. İndi A üstə gəl B-ni yenə 6 qoyuruq. 6-ın kvadratı nə eləyir? 36. 36 çıxılsın. 2AB verilməyib. Zaten bizdən 2AB-ni istəyir. Bərabərdir nəyə? 24-ə. Adi tənlikdir. 2AB bərabərdir. Mənfi 2AB-dir. Ona görə sağ tərəfə keçdi. 24 də sol tərəfə keçəcək. 36 çıx 24. Nəsə, bu da adi hesablamadır. Yaxşı, bir dənə də nümunə həll edeyim.
Sonra sizlə sağollaşaq. Tutaq ki, verib A üstəgəl, daha doğrusu deyəm, A çıx B bərabərdir 9, A, B bərabərdir 7. A kvadratı üstəgəl B kvadratını istəyirəm. Deyirsən, bunlar hamısı A çıx B verib 9, A, B verib 7. Aha, bunu istəyir. Deyirsən, mən bunun, yəni fərqlə olan düsturunu yaza bilərəm. Yazaq, A kvadrat üstəgəl B kvadratı bərabərdir. A çıx B-nin kvadratı. Burada çıxsa, onda burada olacaq üstəgəl 2A B. Yerinə qoyaq. A çıx B-im nədir? 9. 9-un kvadratı nədir? 81. Üstəgəl 2 vur, AB nədir? 7. Bu da adi hesablama deyirəm. Bu qədər. Bir dənə də hesablama, bir dənə də verim süqtarı yekunlaşdıraq. Tutaq ki, A kvadratı üstəgəl B kvadratı bərabərdir 60. A üstəgəl B bərabərdir 17. Misal üçün də 17 yox, biraz 7 verək ki. 7. AB sual. Deyirsən, bunlar hamısı nədə var? Bax, kvadratlar düsturunu mən A üstəgəl B ilə aça bilərəm. Kvadratlar düsturunu açırıq. A üstəgəl B-nin kvadratı. Burada üstəgəlsə, onda daha doğrusu deyəm. Burada üstəgəlsə, burada olacaq çıx 2AB bərabərdir. Bu 60-dan işim yoxdur. Mən bu sol tərəfi düsturla açdığımda belə yazdım. İndi yerinə qoyaq. A üstəgəl B 7-dir. 7-nin kvadratı nə eləyəcək? 49. Çıx 2AB-ni bilmirik. Elə bizdən AB-ni istəyir 60. 2AB-nin qabağında mənfi var. O keçəcək sağa, bu da keçəcək sola. 2AB bərabərdir. 49 çıx 60. Bundan sonra adi hesablamadır. Bu qədər. Gecəniz xeyrə. Diqqətiniz üçün təşəkkürlər.